Bugün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları birlikdə təmiz hava aylığı ilə əlaqədar Yasamal rayonu ərazisində tədbir keçirib. Tədbir zamanı bir sıra nəqliyyat vasitəsi saxlanılaraq ekoloji reydə cəlb edilib. Yoxlamalar zamanı bir sıra avtomobillərdən ətraf mühitə atılan qazları miqdarı yüksək olduğu üçün sürücülərlə maarifləndirici söhbətlər aparılıb. Bununla yanaşı bəzi sürücülərə protokol tərtib edilib. Bölgə TV xəbər verir ki, təmiz hava aylığı ilə bağlı keçirilən tədbirdə media nümayəndələri və nəqliyyat eksperti Elməddin Muradlı da iştirak edib. O qeyd edib ki, ekoloji reydə cərmələməyə çox da üstünlük verilmədi. Daha çox maarifləndirici söhbətlər aparıldı. İlbər Vüqar qızı, Bölgə TV. Ətraf mühitin qorunması üçün bu cür profilaktik tədbirlər həyata keçirilir. Gördüyünüz kimi tədbir zamanı əsas cərmələməyə üstünlük verilmədi. Əsasən maarifləndirici söhbət aparılır. Normadan biraz artıq göstəricilər olanda nəqliyyat vasitəsinin sahibinə xəbərdarlıq olunur ki, yəni vaxtında qulluq eləsinlər. Amma bəzi maşınlar var ki, hədsiz dərəcədə yəni normanı keçir. Deyək ki, 3.5 olmalıdırsa, çıxır 13, 18, hədsiz dərəcədə artıqdır. Deməli, bu maşınlara texniki qulluq lazımi səviyyədə aparılmır və belə bir nəticə ortaya çıxır. Mən sürücülərə tövsiyə edirəm ki, maşınlara vaxtında qulluq eləsinlər. Çünki bu ətraf mühitin qorunması hər birimiz üçün lazımdır. Yəni o sürücü o maşını öz həyətinə aparanda onun maşınından ixrac olunan zəhərli qaz onun özünə, ailəsinə ziyandır. Hələ qalmışdı gün ərzində o yollarda sürəndə başqalarına da nə qədər təsir göstərir. Ona görə yəni bu məsələdə birmənalı olaraq məsuliyyət məsələsi sürücülərin üzərindədir. Amma təbii ki, sürücülərin iradıları da haqlıdır ki, yanacağın keyfiyyəti ilə bağlı ciddi problemlər var. Sokardan tutmuş, bütün yanacaq doldurma məntəqələrini müayinə eləsək, bu və digər formada problemlər çıxır. Yanacağa müxtəlif qatqılar qatırlar, tərkib dəyişir və nəticə etibarilə belə bir vəziyyət yaranır. Amma elə məsələ var ki, bəzi avtomobillər var, görürsünüz, ili köhnədir, amma göstəricisi normadan belə də hələ aşağı çıxır. Deməli, istəyəndə haradasa müəyyən bir vasitələrlə maşınımızın ixrac etdiyi zəhərli qazların miqdarını normalara uyğun saxlaya bilirik.